Aydan mı, güneşten mi yarandın? De nedənsən? Halkın gözü de, kalbi de, vicdanı da sensen. Şair 1906-cı ilin martın 21-də Yuxarı Salahlı kəndində dünyaya gəlir. O hələ uşaq yaşlarından həyatın ağır tərəfi ilə qarşılaşır. Cəmi 6 yaşında anasını itirir. Daha sonra atası və nənəsinin himayəsində böyüyür. Atası saz çalırdı, babası isə el şairi idi. Belə bir müddət böyüyən Vurğunun həyatında söz və poeziya çox erkən yaşlardan xüsusi yer tutur. O ilkin təhsilini kənd məktəbində alır. Qazax müəllimlər seminariyasında təhsilini davam etdirir. 1924-cü ildə təhsilini bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində müəllim kimi işləməyə başlayır. 1920-1930-cu illərdə Səməd Vurğun şeirləri ədəbi mühitdə böyük maraq doğurmağa başladı. O dövrdə yazdığı şeirlər və poemalar Azərbaycan poeziyasına yeni nəfəs verirdi. 1930-1940-cı illər şairin ən məhsuldar dövrləri kimi sayılır. Bu illərdə Azərbaycan şeirini yazdı. Könül dəftəri, şeirlər, kitabları çap olundu. Yüzlərlə şeir və poema yaratdı. 1937-ci ildə yazdığı Vaqif dramı onun ən məşhur əsərlərindən biri oldu. Daha sonra o digər məşhur əsərlərini yazdı. Fərhad və Şirin, Aygün, Muğan, Zamanın bayraqdarı. Səməd Vurğun təkcə ölkə daxili deyil, bütün dünyada tanınırdı. O müxtəlif ölkələrə səfərlər edir, dünya şairləri ilə görüşür və onları Azərbaycana dəvət edirdi. Onlara xalqımızın keçmişini, mədəniyyətini, qəhrəmanlıq səllamələrini tanıdırdı. Onun alovlu nitqi və güclü çıxışları dünya ədəbiyyat salonlarında Azərbaycan həqiqətlərini yayırdı. Eyni zamanda Qafqaz xalqları ilə də sıx əlaqədə idi. Onun Yuxarı Salahlı kəndində, yəni Gürcüstan sərhədinə çox yaxın bir ərazidə dünyaya gəlməsi uşaqlıqdan Qafqaz mühitində formalaşmasına səbəb olmuşdu. Bu coğrafi yaxınlıq onun həyatında Qafqaz xalqları ilə, xüsusilə də Gürcüstan xalqı ilə ədəbi əlaqələrin yaranmasında böyük təsir göstərmişdi. Şair tez-tez Gürcüstana səfərlər edir, ədəbi tədbirlərdə iştirak edir, Gürcüstan və Azərbaycan arasında ədəbi körpü rolu oynayırdı. Onun şeirləri və poemaları Gürcüstanda çap olunur, Gürcü dilinə tərcümə edilir və böyük maraqla qarşına alınırdı. Hətta məşhur Gürcü şair Şota Rustaveli'nin pələng dərisi geyinmiş pəhlivan əsərini də Azərbaycan dilinə tərcümə etmiş və buna görə də Gürcüstan tərəfindən mükafatlandırılmışdı. Bütün bunlar göstərir ki, Səməd Vurğun təkcə Azərbaycan şairi deyil, eyni zamanda Qafqaz xalqları arasında dostluğun, qardaşlığın və mədəni birliyin simvoluna çevrilmişdi. O cəmi 50 yaşında müdrik qocaya bənzəyirdi. Şair, nə tez qocaldın sən sözü isə onun həyatının defsinə çevrilmişdi. Səməd Vurğun ölüm yatağında olarkən onun 50 illik yubileyi qeyd olunurdu. O radio vasitəsilə 50 illik yubileyində çıxış edənləri canlı olaraq izləyirdi. Çox keçmədi ki, şairdən yubiley gecəsinə xalqa məktub gəlir. Gözüm gözünüzdən uzaq olsa da, könüldən könülə yollar görünür. Şair 1956-cı ilin mayın 27-sində 50 yaşında dünyadan köçür.